Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilər. Bu andan etibarən çox maraqlı bir söhbətə, şahidlik edəcəksiniz. Qeyd eləyək ki, bu gün maraqlı qonağımız var. Xətai Xamoyev, xoş gördük, xoş gəlmisiniz. Salam ağa, xoş gördük. Qeyd eləyək ki, Sibrizin kommersiya departamentinin rəhbər heyətinin nümayəndəsidir Xətai bəy və Xətai bəy bizə bu gün, çox maraqlı bir söhbət haqqında, daha ətraflı məlumat vermiş olacaq. Xətai bəy, biz, sizi artıq Instagramda dəfələrlə qarşıma çıxdınız və, maraq yarandı məndə. Siz böyük rəqəmlərdən və böyük gəlirlərdən danışdınız. Əvvəla istəyərdim ki, Paşa Live və Sibrizin, mənzil əldə et, belə mövzusu haqqında bizə bəzi məlumatları verəsiniz. Bizə deyin ki, Paşa Live haqqında ümumi qısa məlumat verə bilərsiniz ki, nədir bu, nə layihəsidir və insanlar nə qazanacaqlar? Xoş gördük ağa sizi. Çox sağ olun dəvətinizə görə. Ə, Ümumiyyətlə həyat yığım sığortası bildiyinizə görə tək Paşa Life-da yox, bir neçə şirkətlərdən olur. Bu Atəşya sığortası olsun, Mega sığorta olsun və yaxud Paşa Life elə özü olsun. Bu deməli səhv salmayaq, deməli var Paşa sığorta, bir də var Paşa Life. Paşa sığorta bu həyat sığortasıdır, Hı hı. normal. Həyat yığım hissəsi isə Paşa Life deyək. Paşa Life-da siz müəyyən il sizin gəliriniz, Hı hı. maaş gəliriniz, o maaşı siz yönləndirə bilirsiniz həyat yığıma və orada sizin yönləndirdiyiniz məbləğin üstünə əlavə faizlər gəlir. Hansı ki, faizləri siz 3 ildən tez istifadə edə bilmərsiniz. Lazım olsa 3 il uzada bilərsiniz. Lakin isə daha ətraflı həyat yığım sığorta haqqında öyrənmək istəsəz, siz həmin şirkətlərə müraciət edə bilərsiniz və orada məlumatı əldə edə bilərsiniz. Tam dolğun ki, nə qədər vəsait qoyunda, nə qədər faiz əldə edə bilərsiniz. Ətraflı mən izah eləyəcəm sizə lövhə üzərindən ki, faiz gəlirləri nə ola bilər. Sadəcə demək istəyirəm ki, bizim məhsul bugünkü gündə hansı ki, Sibriz və Paşa Life məhsulu keçərlidir yalnız o qurumlarda, o idarələrdə harda ki, həmin idarələrin Paşa Life ilə birlikdə Hı hı. əməkdaşlığı var. Hı hı. Həmin o məşhur lövhə burdadır, yeri gəlmişkən. O məşhur lövhəni, bir balaca incələyəcəyik. Amma istərdim ki, bu barədə bunu Sibrizdə necə tətbiq eləmək olar? Bunu necə Sibrizdə tətbiq edə bilərik? Bu barədə bizə ətraflı məlumat verəsiniz. Ümumiyyətlə biz hazırda daşınmaz əmlak sektorunun inkişafı üçün çalışırıq, şirkət olaraq, idarə olaraq və biz istəyirik ki, vətəndaşlar maksimal olaraq yararlana bilsinlər Hı hı. daşınmaz əmlakdan. Daşınmaz əmlakda yaşam olsun, daşınmaz əmlakda investisiya imkanları olsun, onlardan istifadə edə bilsinlər. Qeyd olunan məhsul keçərlidir Sibrizin bütün layihələrində. Hı hı. İstisna olaraq müəyyən partnyor layihələri var, hansı ki, artıq partnyorla olduğuna görə orada bu layihə keçərli deyil, amma bu Sibrizin 15-20%-dir. Yəni 80% layihələrində qeyd olunan layihə keçərlidir. Məhsul həm təmirli, təmirsiz, yeni katlavan olan mənzillərə şamil olunur. Yəni hər şəxsin istəyinə uyğun olaraq təqdim olunur. Hı hı. Bəs bizim marağımız, burada qazancımız nədir? Sizin burada qazancınız deməli siz Paşa Life-da Hı hı. 3 ildən sonra yığa biləcəyiniz faizləri daha tez əvəzləşdirə bilirsiniz. 3 ildən sonra yığa biləcəyiniz faizləri indidən istifadə edə bilirsiniz. Mənzil sizə indi alırsınız, lakin 3 ildən sonra hansı ki siz həyat yığımından götürə biləcəyiniz mənzil daha baha gələcək. Misal üçün siz həyat yığımından 100.000 götürəcəksiniz 3 ildən sonra, amma siz misal olaraq deyirəm, yəni 200.000-lik mənzili alsaz, Hı hı. 200.000 üstünə əlavə 60.000 də gələ bilər və siz 100.000 ora investisiya eləsəz, 100.000 üstünə 60.000 də əlavə pul gələr. Dediyiniz kimi bunu indi incələyəcək sizinlə birlikdə, orada ətraflı görə biləcəksiniz. Çox maraqlıdır əslində. Mən maraqlıdır ki, müqavilə dəyəri, borcdan bağlaya bilməsə, bu vəziyyətdə nə olacaq? Düz qeyd eləmisiniz. Həyat yığım sığortasında müqavilə dəyəri anlayışı Hı var. hı. Müqavilə dəyəri yəni sizin 3 ilin sonunda yığdığınız Hı hı. məbləğ nə olduğu, buna adlanır müqavilə dəyəri. Hı hı. Misal üçün sizin gəlirinizdən, maaşınızdan hər ay atdığınız vəsait üstəgəl onun gəlir faizləri bərabərdir müqavilə dəyəri. Bəli. Əgər mənzilin dəyəri yüksəkdirsə, yüksək deməzdim, mənzilin dəyəri ödənilirsə, ilkin ödənişi, qalıq borc sizin müqavilə məbləğini tam bağlamırsa, Hı hı. siz o qalıq rəqəmi bölürsüz aylara və həmin kredit müddətində faizsiz olaraq kreditdir. O kredit müddətində aybayi ödəyə bilirsiniz.
İndi bir çoxlarında güman ki, belə bir sual olacaq. Ən maksimal müddət nə qədərdir? Ən maksimal müddət 36 aydır. Niyə 36 Hı ay hı. sualını verə bilərsiniz? Bu, həyat yığımının əlavə üstünlüyüdür. Çünki normalda biz bildiyiniz kimi layihələrimizdə 24 aylıq kredit Hı təqdim hı. edirik daxili kredit hissəli ödənişlə. Lakin, Paşa Life-la mənzil aldıqda həyat yığım sığortası ilə, sizin kredit müddətiniz 36 ayadək qalxa bilər. Hı O da hı. minimal olaraq Paşa Life-ın müqavilə müddəti 36 ay olduğuna görə biz də eyni, şərtlərlə təqdim eləyə bilərik. İzləyicilərimizə əslində belə bir sual da doğura bilər və bu sual çox məntiqli olacaq, labüd bir sualdır, ki, birdən mən işdən çıxsam O halda nə baş verir? və yaxud 20 dəyişsəm. Bəli. Əgər siz işdən çıxarsınızsa, misal üçün, və Hı. yaxud daha yaxşı yerə, keçərsinizsə, o zaman, bir neçə çıxış yolumuz var. Əgər siz keçdiyiniz müəssisədə, eyni həyat yığım sığortası mövcuddursa, Hı hı. siz sadəcə, aylıq ödənişlərinizi hansı ki göndərirsiniz həyat yığıma, davam edirsiniz. Hı hı. Bizə məlumat ötürürsünüz ki, biz artıq mən vəz işimi dəyişdim, keçdim başqa yerə və orada eyni proqramı davam eləyəcəm. Hı hı. Burada sual yoxdur. Sadəcə sual ola bilər ki, işdir. Birdən mən iş yerimi dəyişsəm, amma orada yoxdur həyat yığım sığortası. Mən nə edim? Və yaxud mən iş yerimi dəyişdim və Hı hı. dəyişdiyim yerdə daha yüksək maaşa getdim, amma Hı orada hı. həyat yığım yoxdur. Hı hı. O zaman sizin kreditin müddəti 36 aydırsa, siz misal üçün 18 ay pul yığdınız və 18-ci ayda ümumi deyək 100.000 pul olmalı idi Hı 36 ayın hı. dəyərində. Amma siz 18-ci ayda işdən çıxdınız. Yəni 50.000 yığdınız. Aha. Qaldı 50.000. 50.000-ə qədər yığılan vəsaiti siz müqaviləni dondurursunuz. Aha. Həyat yığım müqavilə dondurulur. Niyə dondurulur? Çünki siz onu əgər vəsaiti çıxartsanız vaxtdan tez bütün sizin imtiyazlar ləğv olunacaq. Bu Hı da böyük hı. itkiyə gətirəcək sizə. Lakin biz şirkət olaraq bunu başa düşürük və biz düşünürük ki, həmin məbləğ dondurulur və qalıq 18 ayı siz artıq əlbəl, yəni yaxınlaşırsınız bank üzərinə ödəniş eləyirsiniz. Bəs bu məbləği azaltmaq mümkündür? Yox. Çünki borc məbləğ standart olaraq qalır. Misal üçün belə deyək, əgər siz Paşa Life-a yönləndirdiniz misal üçün 2000 manat və bu 2000 manat sizin gəlir faizlərinə oldu 2800 manat, Hı hı. Paşa Life keçdiyiniz müəssisədə yoxdursa, onda siz həmin o 2800 ki yığılmalı idi orada, o 2800-ü aybayi ödəyirsiniz bank üzərindən ki, ƏDV-ni geri ala bilərsiniz. Müqaviləyə xitam vermək. Bax belə bir sual da ortaya çıxır. Mən müqaviləyə xitam verə bilərəmmi? Verdiyim halda nə baş verir? Siz həyat yığım müqaviləsinə xitam verə bilərsiniz və yaxud Sibrizlə mənzil alışının müqaviləyə xitam verə bilərsiniz. Hı Hər hı. iki müqavilə sadəcə sizin böyük itkiləriniz olacaq gəlir faizlərində. Həyat yığımla əgər siz onu ləğv eləsəz, Hı hı. yığdığınız bütün gəlir faizləri hamısı ləğv olunacaq. Bəli. Artıq Sibriz itirmiş oluram. əlbəttə hamısını itirirsiniz. Bütün qazana biləcəyiniz. Bəs vaxtından tez sata bilmək imkanı Vaxtından tez bu necə olar? bəli, mümkündür. Sadəcə bildiyiniz kimi hər mənzil alışında burada sizə böyük güzəştlər təqdim olunduğuna görə orada müəyyən müddət var ki, o Hı hı. müddətdən tez mənzil satmaq olmaz. Misal üçün 3 illik Hı alarsınızsa, hı. 18 aydan tez satmaq olmaz. 24 aylıq alarsınızsa, 12 aydan tez satmaq olmaz. Bu onun üçün təqdim olunur ki, müştərilər artıq onlara göstərilən imtiyazlar, onlara təqdim olunan münasibəti hamısını nəzərə alaraq bizim lokal marketə təsir eləməz. Hı Çünki hı. biz onlara aşağı ilkin ödənişlə mənzil təqdim edirik. Onlar mənzili alıb dərhal satışa versə, Hı hı. onlar bizim lokal marketə təsir edə bilər. Bayaqlar siz dediniz ki, katlamandan olan yeni tikililərdən ümumiyyətlə hansı layihələrdən yararlanmaq olar? Hazırda mövcud olan layihələrdən mən sizə deyim, çox böyük tələb olunan layihələr var. Hətta mən sizə deyim, artıq 2 həftədir ki, biz memorandum imzalamışıq və keçən həftə ərzində 10 mənzilə yaxın artıq bron olunub. Hımm. Fərqli şirkətlərdən bank sektoru olub, sığorta sektoru olub, neft sektoru olub, hardakı müştərilər yaxınlaşıb, məlumatı hardansa eşidiblər, çox güman ki, Instagramdan və artıq bron ediblər mənzilləri. Hazırda populyar olaraq deyərdim layihələrimizin sayı Sky Parkdır, hansı ki, aktiv olaraq müştərilərin maraq doğurur bu layihə. Park Residence 3-dür, Lighthouse-dur. Bu layihələrdə çox Lighthouse 2 dəqiq desəm Hı sizə. hı. Orada bu imkanlardan yararlanmaq mümkündür.
Bəs təmirli mənzillər Ə məsələsinə toxunsaq mümkündürmü bunu Təmirli etmək? mənzillər eyni qaydada mövcuddur. Bəli, bizdə o hazırda var satışda olan misal üçün Polo Residence layihəsi. Orada təmirli mənzillər mövcuddur. Siz orada əldə edə bilərsiniz onu. Mhm. Təbii ki, burada bir çoxlarına, güman ki, mənzillə bərabər həm də gəlir məsələsi, maraqlandırır. Biz necə qazanc əldə eləyə bilərik? Qazanc əldə etmək mümkündürmü ümumiyyətlə? Bəli, mümkündür. Bu artıq gəlir çıxır bizim həmin bu incələmə mövzusuna, hansı Yəni biz yavaş-yavaş lövhəyə yaxınlaşırıq belə başa Bəli, düşdüm. bəli, bəli. Biz artıq yavaş-yavaş lövhəyə yaxınlaşırıq və çalışaq bir incələmə eləyək sizinlə birlikdə müştərinin əldə edə biləcək gəlirlər nə ola bilər? Çalışaq bu dəfə daha ətraflı və aydın izah eləyək ki, Rəqəmlər üzərindən. bəli, suallar yaranmasın. Aha, çayı götürüm yavaş-yavaş, hazırlaşaq. Gəlin misal üzərindən gedək. Sizdən bir dənə xahişim olacaq, sual olduqca verin. Aha. Yaxşı. Fərz eləyək ki, mənzilin dəyəri 200.000 manatdır. Bu Mhm. rəqəm şərti rəqəmdir. Ola Mhm. bilər az, ola bilsin yuxarı. 200.000 manat mənzilin dəyəri olanda ilkin ödənişi 36 aylıq götürəndə olacaq 20%. Aha. 24 aylıq olanda 15%. 40.000 manat. Bəli, 200.000 manatın mənzili, 40.000 manat ilkin ödəniş bəli, veririk. bəli. 20%. Və sizin qalıq borcunuz olur 160.000 160.000 manat. manat. Bura Bəli. qədər aydındır, düzdürmü? Bəli. Siz indi yaxınlaşırsınız ki, mən istəyirəm bu mənzili həyat yığım sığortasından alım. 160.000 manat borcu siz deməli bağlaya bilərsiniz iki halda. Əgər siz dövlət sektorunda çalışırsınız və yaxud qeyri-dövlət sektorunda çalışırsınız. Aha. Misal üçün, bildiyiniz kimi həyat yığım sığortasında maaşınızın 45%-nə dək Mhm. siz rəqəmini yönləndirə bilərsiniz həyat yığım sığortasına. Bəli. Və misal üçün, bu misal üzərindən gedəndən, əgər siz aylıq maaşınızdan 2700 manat net rəqəm olaraq yönləndirə bilirsinizsə həyat yığım sığortanıza, Aha. 36 ayın sonu o bərabərdə 97.000 manat. 97.000 manat əslində 160.000 manat hərcini tam bağlayır. Çünki Necə bağlayır? 160.000, 97.000. Bəli, çünki qalıq 63.000 manat sizin Aha. həyat yığımından gəlir faizlarınızdır. Aha. Hansı ki 3 il ərzində siz vəsaitinizi ora yönləndirməklə əldə etmiş olursunuz. Aha. Əgər siz qeyri-dövlət sektorunda çalışırsınız, Özəl şirkətə çalışıram bəli, məsələn. özəl şirkətə çalışırsınız, siz maaşınızın 3400 manatını Mhm. net rəqəmlə yönləndirsəz həyat yığım sığortasına, o zaman siz 122.000 manat yığacaqsınız 3 ilə. Aha. Və 122.000 manatla 160.000 manatı bağlamış olursunuz. 38.000 endirimə düşmüş olursunuz. Siz sual verə bilərsiniz ki, bəs niyə fərq yaranır bu qədər? Burada 2700, 3400. Mhm. Bildiyinizə görə dövlət sektorunda və qeyri-dövlət sektorunda müəyyən gəlirli faizlər fərq dərəcəsi mövcuddur. Onu artıq həyat yığım sığortası mütəxəssisləri sizə ətraflı izah edə bilər. Aha. Sonra nə baş verir? Bura qədər aydındır, düzdürmü? Aydındır, bəli. 160.000 manatı 97.000 manat yığmaqla Mhm. 122.000 manat yığmaqla bağlamış oluruq, düzdürmü? Sonradan gəlir sizin ƏDV. ƏDV. Siz 3 ilin tamamında və yaxud ki 2 il, 1 il fərq eləməz. Tamamında 10.000 manata yaxın ƏDV-ni Aha. geri alacaqsınız. Aha. Biz şirkət olaraq düşünürük. Yəni ödənişdən sonra təbii ki, biz 10.000 manatı geri alacağıq ƏDV-dən. Necə ki, bunu mağazada Bəli, nəyisə hansısa bəli. məhsulları əldə Bəli, eləyəndə bəli. çeklə geri alırıqsa Eyni burada da. qaydada. Aha. Sadəcə çeklə almırsınız, sizin ƏDV portalınıza bu məbləğ oturacaq sonda. Əla. Siz borcu ödəyirsiniz, borcu olması haqqında arayış təqdim olunur sizə və ƏDV-ni almış olursunuz. Və sonda ümumiləşdirsək, siz 200.000 manat dəyərində mənzilə görə ödəyirsiniz 40.000 manat. Bəli. Vəssalam. Bundan artıq ödəniş olunmur. Siz dövlət sektorunda çalışsaz, 40.000 manatın üstündən 97.000 manat ödəyəcəksiniz. 137.000 manat. Bəli. 127.000 manat. 127.000 manat ödəyirsiniz və bu məbləğin sonu hələ sizə Yox, üzr istəyirəm, 137.000 manat. 137.000 manat ödəyirsiniz Mhm. və buradan çıxılsın 10.000 manat ƏDV hansı ki sizə geri qayıtacaq. Aha. Minimum 9.000-ə qədər də 10.000 sayılır. Və nəticədə 127.000 manat rəqəm alınacaq ƏDV-ni çıxandan sonra. 200.000 manatlıq mənzili siz alırsınız 127.000 manata. Bu da bizim qazancımız yeri gəlmişkən. Bəli. Qeyri-dövlət sektoru olduğu halda isə bu rəqəm dəyişir. Bəli. Artıq siz ödəyirsiniz 40.000 Mhm. manat, 122.000 manat, 162.000 manat. çıxılsın ƏDV-dən gələn vəsait 10.000. bərabərdir 152.000 manat. İndi Hoppa. burada bir məqam da var, onu gəlir nəzərə alaq. Biz sizə bu mənzili təqdim edirik, təklif edirik, indi almaq. Amma siz yığılacaq 160.000 manat həyat yığım sığortasında 3 ildən tez ala bilməyəcəksiniz. Mhm. Və normalda buna investisiya kimi baxanda nə baş verir? 160.000 manat bərabər 97.000 manat Bəli. özünüz yığsaz və yaxud 122.000 manat özünüz yığsaz bərabər 160.000 manat, düzdürmü? Bəli. 3 ildən sonra bu yenə qalır 160.000 manat, dəyişmir.
Aha. Amma 3 ildən sonra sizin bu mənziliniz Təbii ki, olacaq olacaq. 260, 270, 300 minə qədər qalxa bilər, Bəli. düzdürmü? Və burada nə baş verir? Sizin investisiya etdiyiniz 127 min manat bərabərdir üstəgəl hardasa 60 min manat. Burada. Aha. Və sonda siz 200 minlik mənzili yox, 260 minlik mənzili alırsınız 127 və ya 152 min manata. Çox maraqlıdır əslində. Oturub düşünəndə hətta düşünürəm ki, Xətai bəy bizə rəqəmləri dedi. Məsələn 200 minlik mənzil 3 ildən sonra 60 min daha çox düşünürəm olacaq. Gözlənti daha çox. Hə, gözlənti daha çoxdur. Mən maraqlıdır ki, ipoteka və Paşalayevin fərqi nədir? Yəni sizin dediyiniz təbii ki, ipoteka tamam kredit falan, amma Paşalayevin bu fərqləri istəyərdim öyrənmək ki, insanlara da aydın olsun. Bilirsiniz, ipoteka alışında sizdə bildiyiniz kimi əlavə gəlir faizləri, gəlir yox, artıq əlavə faiz gəlir. Faiz gəlir, bəli. Misal üçün siz müəyyən faiz dərəcəsinə ipoteka alırsınız və sizin müddətiniz daha uzun olur. Misal üçün 3 il yox, 10 il ola bilər. 20 il ola bilər, bəli. Bəli. Sadəcə burada sizə belə deyək, 200 minlik mənzil artıq 200-ə gəlmir. Onun faizlərlə və s. ilə bu 300-nə qədər minə gəlib çıxa bilər. Baxır sizin ipoteka şərtlərinizə. Lakin Paşa həyatda isə sizin mənziliniz daha ucuz gəlir. Fərq ondadır ki, biri sizdən faiz alır. Aha. Birində Burada faizi isə faiz yoxdur və Bəli, faiz əvəzləşdirirsiniz faizinizlə. Və fərq ondadır ki, bir daha qeyd eləmək istəyirəm ki, yalnız o şirkətlər, o idarələr, o qurumlar, kim ki çalışır həyat yığımından, yalnız onlar bunu istifadə edə bilər. Kimin ki məlumatı yoxdur, onda var vəsaiti yoxdur. Onlar müraciət edə bilər öz şirkətlərinə, öz insan resursları departamentinə, orada məlumat əldə edə bilər. Yəni əgər siz fərdi sahibkarsınızsa, siz bunu istifadə edə bilməyəcəksiniz. Əgər siz rəsmi iş yeriniz yoxdursa, siz istifadə edə bilməyəcəksiniz. Deməli rəsmi iş yeri olmalıdır. İşlədiyin qurum təbiidir ki, həyat deməli yığım sığortasına məşğul olmalıdır və bu halda siz artıq bunları əldə etmiş olursunuz. Tamamilə doğrudur. Yəni müştəri olaraq sizin çalışdığınız müəssisə əməkdaşlıq olmalıdır həyat yığım sığortası ilə. Əgər sizin müəssisədə Neçə faiz ölkədə şirkətlər ümumiyyətlə həyat yığım sığortasına məsul olur? Bunu təxmini bilmirsiniz heç? Hə? Yəni maraqlıdır əslində nə qədər insanlar bilmirlər, xəbərlərdə yoxdur. Onu artıq gedib deməli insan resursları departamentinə müraciət edərək bilməlidir. Bilirsiniz, burada mövzu elədir ki, hətta şirkət harda ki bu əməkdaşlıq bu gün yoxdur, sabah ola bilər. Yəni istisna olaraq dövlət sektorlarıdır, harda ki artıq dekabrdan ləğv olunub 24-cü ildən. Yeni qoşulmaq mümkün deyil, amma qoşulanlar hamısı iştirak edə bilər, istifadə edə bilər. Bütün özəl sektorunda şirkətlər bu xidmətdən yararlana bilər. Yaxşı, hər şey əladır, rəqəmlər gözəl, gəlir filan, insanın artıq beynində müxtəlif fikirlər formalaşmağa başlayır. Amma həyatda da, yəni pisi deməsən, yaxşı da olmaz. Bədbəxt bir hadisə baş verdi. Bu halda nə baş verir, nə olacaq, bu gedişi bilmək istəyərdik. Aydındır. Fərz elə ki, bir vətəndaş mənzil əldə eləyib, ilk ödənişini eləyib və bunun 160 Yəni bir neçə ayının pulunu verir. 160 min borcu var idi. 160 min artıq 60 minni həyat yığımından yığıb, müqaviləsində artıq var. 100 mini yığmalıdır və bədbəxt hadisə baş verirsə nə olacaq? Həmin an həyat yığım sığortası qalıq bütün borcunu müştərinin bağlayır. Bütün borc bağlanır və həmin şəxsin əgər vəfat edən şəxsin qohumluq dərəcəsini bildirən qohumları varsa, ailə üzvləri, o zaman standart qaydaya olaraq varis olaraq onlar bu mənzili əldə edə bilərlər. Və təbii ki, ödəniş eyni şəkildə davam edir. Əgər onun həyat yığım sığortası tam borcu bağlayırdırsa, onda dərhal varis bu mənzildən istifadə edə bilər. Bağlamırsa? Əgər bağlamırsa Və yoxdursa, əgər işlədiyi şirkətdə? Yox, baxın, əgər müştərinin 2 dənə borcu olubsa, bir borc müqavilədir, bir borc da özü ödəyirdi. Bəli. Müqavilə borcunu həyat yığım sığortası tam bağlayacaq. Qalıq borcunu isə hansı ki müştəri özü aylıq ödəyirdi. Onu həmin varis özü ödəməlidir, öz üzərinə götürməlidir. Və yaxud da ödəyə bilmirsə, artıq orada qaytarma baş verir. İstənilən qaydada, əgər hər hansısa bir müqavilənin şərti pozulursa,
Həyat yığımla 3 tərəfli müqavilə olur. Həyat yığım, müştəri, bir də sürpriz. Mhm, Əgər hansısa şərtlərdə müqavilənin şərti pozularsa, mhm, orada standart müqavilənin bütün şərtləri qüvvəyə yenidən bərpa olunur. mhm. Yəni əgər müştəri qaydalara riayət etmirsə, ödənişlər vaxtında eləmirsə, o zaman standart müqaviləyə uyğun olaraq bütün qaydalar tətbiq olunur. Amma istənilən halda uduzmursan da, istənilən halda artıq, hətta ödədiyin məbləği belə götürə bilirsən və digər məqamlar, yəni mənzil satışa çıxa bilər və Tamamilə digər doğrudur. məsələlər. Orada müəyyən müddət göstərilib. Mən bayaq Mhm. qeyd etdiyim kimi sizə ki, vaxtından tez satmaq Olmaz. olmaz, amma satdığı halda əlavə faiz cərimə tətbiq olunacaq müştəriyə. Aha. O da artıq o faizi ödəyərək sata bilər çox rahatlıqla. Aydın məsələ, bir mənzil üzərindən bizə zəhmət olmasa misal gətirə bilərsiniz, bir daha ətraflı məlumat verə bilərsinizmi? Bəli, misal üçün də götürsək bizim, dediyim kimi misal üçün Sky Park layihəsini. Mhm. Sky Park layihəsində, mənzillərin dəyəri 110-120 min dollar ətrafından başlayaraq, satışa verilir. Müştəri misal üçün onun 20%-ni ödəyərək qalıq məbləğini salır kreditinə, ödəniş eləyir. İllik artım faizi Mhm. 15-20%-ə yaxındır. 2 ilə müştəri toplam hardasa 35% qaldıra bilər ilkin məbləğini. Və həmin məbləğlə biz açığı məqsəd olaraq bunu müştərilərin daha yaxşı, vətəndaşların daha yaxşı maliyyə savadı olmasıdır. Mhm. Daşınmaz əmlaka investisiyanı artırmaq məqsədidir ki, müştərilər artıq daha yaxşı yaşasın, daha komfortlu yaşaya bilsin, mənzillər daha əlçatan olsun. Çünki bəzən müştərilər deyir ki, hə, orada misal üçün qiymət daha yüksəkdir, bizim cibimiz üçün deyil və biz düşündük ki, yaxşı ödəmə qabiliyyəti olan, korporativ sektorda işləyən vətəndaşlar, cümlədə ki, ödəniş tarixçəsi yaxşıdır. Biz onları cəlb eləyək və onlar üçün bu mənzilləri əlçatan eləyək. Və burada artıq bildiyiniz kimi şirkət olaraq biz həmin vəsaiti uzun müddətdə gözləməyə hazırıq. Mhm. Və biz bunu edirik onun üçün ki, məhz daşınmaz əmlak sektoru inkişaf eləsin, müştərilərin investisiya potensialı inkişaf eləsin, müştərilərin yaşam qaydası artsın, onlar artıq xarici investisiyalar yox, artıq investisiya eləsinlər öz ölkəmizə, onlar daha çox vaxtını keçsinlər bizim dənizkənarı zonalarımızda. Artıq misal üçün müştərinin seçimi olsa Türkiyə və yaxud Sibris Məncə müştəri Sibris. seçsin Məncə Sibrizi, Sibris. çünki müştəri mənzili daha münasib şərtinə alır, Və daha təhlükəsiz. daha təhlükəsiz, daha yaxşı infrastrukturuna. Bəli. Bildiyiniz kimi bizdə Dream Fest festivalı keçirilir, daimi olaraq festivallar keçirilir, tədbirlər keçirilir və bu Və yollar da yeri gəlmişkən, Bəli. o istiqamətdə daha yaxşıdır. Bildiyiniz kimi yeni yol artıq açılır. Bəli. Və yeni yolla siz artıq 11-12 dəqiqəyə çata bilirsiniz Sibrizə. Onu qeyd eləyim. Və əsas məqsəd zaten budur ki, biz inkişafla doğru vətəndaşların yaşam tərzində daha yaxşı eləmək, daha uyğun planlaşdırırıq. Dərin təşəkkürlər. Minnətdarıq sizə Xətay Sağ bəy. olun. Daha ətraflı məlumat üçün düşünürəm ki, bir çox dinləyicilərimiz də, izləyicilərimiz də istədikləri məlumatları əldə edə bildilər. Hər halda hər hansı bir sualınız olarsa, bu halda Sibrizə müraciət edə bilərsiniz. Onlar sizə daha ətraflı məlumat Bəli, verəcəklər. bəli. Və yaxud birbaşa hətta mənlə əlaqə saxlaya Mhm. bilər. Yəni orada heç bir çətinlik yoxdur. Çünki bildiyiniz kimi biz bu məhsul üzərində yeni başlamışıq. İstənilən halda birbaşa mənlə əlaqələndirəcəklər əməkdaşları, almaq istəyənləri və biz onlara köməklik eləyəcəyik. Xətay Xamoyev bizim qonağımız idi. Sibrizin kommersiya departamentinin rəhbər heyətinin nümayəndəsi gəldi və bütün yenə də həmin lövhəni bizimlə bir daha tanış etmiş oldu. Hər birinizə uğurlar, dərin təşəkkürlər izlədiyinizə görə. Sağ olun. Sağ olun, təşəkkürlər sizə. Sağ olun.